21-ci əsrin beynəlxalq münasibətlər sistemində xalqlar arasında səmimi dostluq, qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər nümunəvi xarakter daşıyır. Bu üç dövlət təkcə siyasi maraqlarla deyil, həm də ortaq tarix, mədəniyyət, din və mənəvi dəyərlərlə birləşir. Zəfər günü münasibətilə keçirilən hərbi parad Azərbaycanın son illərdə regionda formalaşdırdığı yeni siyasi və təhlükəsizlik mühitinin nümayişi kimi qiymətləndirilə bilər. Bu parad şübhəsiz ki, təkcə hərbi potensialın deyil, həm də ölkənin diplomatik nüfuzunun, müttəfiqlik əlaqələrinin və strateji tərəfdaşlıq modelinin siyasi simvolu kimi tarixdə qalacaq. Türkiyə və Pakistan liderlərinin Bakıya səfəri, paradda Azərbaycan prezidenti ilə birgə iştirak etmələri regionda baş verən proseslər fonunda dərin geosiyasi məna daşıyır. Hər üç dövlətin eyni mərasimdə bir araya gəlməsi beynəlxalq münasibətlərdə yeni bir təhlükəsizlik və əməkdaşlıq formatını möhkəmləndirməkdə olduğunu göstərir. Bu həm siyasi koordinasiya, həm də ideoloji yaxınlıq baxımından Cənubi Qafqazda və daha geniş mənada Avrasiya məkanında yeni tarazlığın formalaşdığını ifadə edir. Bakı şəhərində keçirilən hərbi paradda Türkiyə və Pakistan hərbçilərinin iştirakı qürurverici idi. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq artıq illərdir ki, gerçəkləşdirilir. Pakistanın da bu platformada aktivliyi, bu birliyi, hərbi formatı daha da gücləndirəcək. Pakistan hərbçiləri ilk dəfə idi ki, Bakıda keçirilən hərbi paradda qardaş Azərbaycan və Türkiyə hərbçiləri ilə çiyin-çiyinə iştirak edirdilər. Azərbaycanın Türkiyə və Pakistan kimi güclü dövlətlərlə əməkdaşlığı, müttəfiqliyi, qardaşlıq əlaqələri Cənubi Qafqaza sülh, dünyaya sabitlik və əmin-amanlıq gətirəcək. Paradda Prezident İlham Əliyevin, Prezident Recep Tayyip Erdoğanın, Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışları, toxunduqları məsələlər dünyanın diqqət mərkəzindədir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən dərhal sonra Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Türkiyə isə Azərbaycanın müstəqilliyini tanıyan birinci dövlət kimi tarixə düşüb. Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi əlaqələr qarşılıqlı etimad və dəstək üzərində qurulub. Hər üç ölkə beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər platformalarda bir-birini daim dəstəkləyir. Terrordan, işğaldan, münaqişə və müharibələrdən əziyyət çəkən qardaş ölkələrin beynəlxalq tribunalarda bir-birinə qarşılıqlı dəstək verməsi çox mühüm amildir. Türkiyənin PKK terroru ilə mübarizə, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, Pakistanın isə Kəşmir probleminin həlli istiqamətində çalışmalarında üç qardaş ölkələrin bir-birinə dəstəyi əvəz edilməzdir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı, xüsusilə 2020-ci il Vətən müharibəsində Türkiyə və Pakistan Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyib. Türkiyə Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla sərhəddi bağlayıb, onunla diplomatik münasibətlər qurmayıb. Türkiyə hərbi, siyasi və diplomatik sahədə Azərbaycana qardaşlıq dəstəyi göstərib. Pakistan isə Ermənistanı bugünə qədər tanımayan müsəlman dövlətidir. Bu üç ölkə arasında yaranan birlik formulu xalqların qəlbində dərin mənəvi anlam daşıyır. Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi əlaqələr də getdikcə genişlənir. Enerji, nəqliyyat, texnologiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Eyni zamanda üç tərəfli əməkdaşlıq formatı çərçivəsində müdafiə sənayesi, hərbi təlimlər və təhlükəsizlik sahəsində də ortaq layihələr həyata keçirilir. Azərbaycan, Türkiyə və Pakistan dostluğu zamanın sınaqlarından çıxmış, sarsılmaz qardaşlıq bağlarına əsaslanan bir ittifaqdır. Bu əlaqələr yalnız regional sabitliyin deyil, həm də müsəlman dünyasında birliyin və həmrəyliyin rəmzidir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi, iqtisadi, elmi, humanitar və müdafiə sahələrində yeni bir mərhələyə qədəm qoyması gözlənilir.